Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. İndi sizə Abituriyent jurnalından ikinci qrup riyaziyyat model suallarının icazını verəcəm. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın. Başlayaq ilk sualla, birinci sual. Birinci sual ilə birinci qrupdakı sualla eynidir. İlk iki sual eynidir ümumiyyətlə. Birinci sualda bizə x kvadrat çıx 5x plus 1'i 0 verib, verilən ifadənin qiymətini soruşur. X kvadrat çıx 5x plus 1 bərabər 0 tənliyinin, yəni bu kvadrat tənliyinin kökləri irrasionaldır. Yəni x tapıb yerinə qoymaq biraz müşkül məsələdir, yəni vaxtımızı alacaq. Həm də məsləhət deyil. Ona görə biz bu ifadəni sadələşdirməliyik. Verilən ifadəni sadələşdirməliyik. Birinci kəsirin sürətini biz yaza bilərik x çıx 3, x çıx 4'ün hasi şəklində. Məxrəcini də yazırıq. X çıx 2 ilə x çıx 3'ün hasi şəkildə. Burası ikincinin tərsi. Deməli, məxrəc sürətə qalxacaq. Ona görə buranı yazıram bu şəkildə. X çıx 2, x çıx 1. Sürət də, buradakı sürət də məxrəcə düşəcək. Və yazacağıq x çıx 2, x çıx 3 şəklində. İndi baxırıq. Burada x çıx 3'lər ixtisar edir. Burada x çıx 2'lər ixtisar edir. Və nəticədə sürətdə qalır. Sürətdə bizdə qalır. X çıx 1 ilə x çıx 4'ün hasili. Məxrəcdə qalır x çıx 2, x çıx 3. Bu da bərabərdir. İndi mütərizəni vurub açsaq, sürətdə alınır x kvadrat çıx 4x çıx x plus 4. Məxrəcdə alınır x kvadrat çıx 3x çıx 2x plus 6. Bu da bərabərdir. Sürətdə alınır x kvadrat çıx 5x plus 4. Məxrəcdə də x kvadrat çıx 5x plus 6. Sürəti belə yazıram. X kvadratı çıx 5x plus 1 plus 3. Məxrəcdə yazıram x kvadrat çıx 5x plus 1 plus 5. İndi burada nəyə fikir verirsiniz? Baxırsınız ki, x kvadrat çıx 5x plus 1'i verib 0. 0 verdiği üçün onun yerinə bax, bu hissənin yerinə 0 yazsaq, həm sürətdə, həm məxrəcdə. Və nəticədə alınacaq 3'ün 5'ə nisbəti. Yəni 0,6. Doğru cavab burada olacaq A variantı. 0,6'ya bərabərdir. İkinci sual. 20 faizli duz məhlulundan 40 qram su buxarlandırıldıqdan sonra 20 qram duz əlavə edilərək 50 faizli məhlul alınmışdır. Əvvəlki məhlulda olan duzun miqdarını tapın. Burada nə edirik? Ümumi məhlulun kütləsinə deyirəm 100x. Yəni bu olsun ilkin məhlul. İlkin məhlul. 20% dediği üçün 20% olacaq duz. 20% də 5'də 1'dir də. Yəni 100x'in 5'də 1'i 20x. Demək burada 20x duz var. Yerdə qalır 80x. 80x də sudur. Yazdıq su. İndi deyir ki 40 qram su buxarlanır. Yəni duzun miqdarı dəyişməz. Duzun miqdarı qalır 20x. Duz yerində qalır. Suyun miqdarı olacaq 80x çıx 40. Suyun miqdarı. 40 qram su buxarlandıqdan sonra 20 qram duz əlavə olunub. Duz əlavə olunubsa duzun miqdarı olacaq 20x üstəgəl 20. Bu duzun miqdarıdır. Su dəyişməyəcək. 80x çıx 40. Bu da suyun miqdarı. İndi yeni məhlul olacaq bu. Bu olacaq yeni məhlul. Yeni məhlulun ümumi kütləsi bunların cəmidir. 20x üstəgəl 20. Üstəgəl 80x çıx 40. Yəni olacaq 100x. 100x çıx 20. Bu yeni məhluldur. Yeni məhlul. İndi deyir ki 20 qram ən son deyir ki 20 qram duz əlavə edilenden sonra 50% məhlul alınıb. 50%. Yəni bizə demək istəyir ki yeni məhlulun 50% duzdur. Duzun da miqdarı buradadır. 20x plus 20'dir. Deməli duzun miqdarını mən ümumi məhlulun kütləsinə bölsəm 100x çıx 20. Bizə verməlidir %50'ni verməlidir. 50% olduğu üçün. Sol tərəfdə sürəti də məxrəci də 20'yə bölsəm, sürətdə alınır x plus 1.
Məxrəcdə alınır 5x çıx 1. Sağ tərəfi sürətli məxrəci 50-yə bölsəm 2-də 1 alınır. Buradan alınır 2x, üstə gəlir 2, bərabərdir 5x çıx 1. Buradan alınır ki 3x bərabərdir 3-ə və x alınır 1. X tapdıq 1. Əvvəlki məhlulda olan duzun miqdarı 20x-dir. Yəni ilki məhlulda olan duzun miqdarı 20x-dir. X də 1 olduğu üçün 20-ni də 1-ə vuranda cavab olacaq 20. Doğru cavab 2-də C variantı. Keçək növbəti suala. 3-cü sual. ABCD proqramında A və D bucaqlarının tənbəyənləri proqramın xaricində kəsişməklə BC tərəfini 2-3-2 nisbətində bölür. Proqramın böyük tərəfinin uzunluğunun kiçik tərəfinin uzunluğuna olan nisbətindir tapın. İndi baxaq. Əvvəlcə bizə lazımdır şəkli çəkmək. Bu olsun proqram. A tərəfi B, C, D. Yəni təpə nöqtələri qeyd elədik. İndi bizə deyir ki, burada A ilə D-nin tənbəyənləri və deyir ki, xaricində kəsişirlər. Xaricində. Amma bu şəkildə gəlib xarici oblasda hər hansı bir nöqtələr burada kəsişirlər. Bu şəkildə bura M deyirəm, bura N deyirəm və BC tərəfində MN nöqtələrində kəsir. Deməli, bura alfadırsa, burada olacaq alfa. Tənbəyin olduğu üçün. Bura beta desəm, burada olacaq beta. İndi bura nəyə baxırsınız? MAD bucağı, bucaq MAD bucağı ilə, bucaq AMB daxili çarpaz bucaqlardır. Daxili çarpaz bucaqlar olduğu üçün bərabər olacaqlar. Yəni burada olacaq alfa. Bu alfa. Bura alfa olduğu üçün bura ilə bura nə olacaq? Eyni olacaq. Bərabər yanlış bucaq çıxdı. İndi AB ilə CD də bərabərdir. Bunu bu şəkildə qeyd edək. AB CD bərabərdir. İndi digər tərəfdən də nəyə baxırıq? Bucaq ADY ilə bucaq CND. Yenə bunlar da daxili çarpaz bucaqlardır. Bunlar da bir-birinə bərabərdir. Yəni bura beta olduğu üçün burada olacaq beta. Baxırıq ki, CND nədir? CND. Bərabər yanlış bucaqdır. Beta. Deməli CD ilə CN bərabərdir. Bunu da bildik. İndi bizə deyir ki, BC tərəfini 2-3-2 nisbətində bölür. 2-3-2 nisbətində. Baxırıq ki, burada 2 bərabər hissə var. 2-2. Deməli BM ilə CN-dir də həmin hissələr. Deməli 2K buradır. 2K bura olacaq. Burada olacaq 3K. İndi BM 2K-dırsa, AB də 2K-dır. Bizə də soruşur ki, böyük tərəfinin uzunluğunun kiçik tərəfinin uzunluğuna nisbəti soruşur. Böyük tərəfə fikir versəniz 7K-dır. 7K. Kiçik tərəfdə 2K-dır. Bölsün 2K. 7-nin 2-yə nisbəti nəticə olacaq 3,5. Yəni doğru cavab burada D variantında verilib. 4-cü sual. Fx bərabərdir A sinus kvadrat x plus A funksiyasının qiymətlər çoxluğu B12 parçası olarsa 2A plus B cəmini hesablayın. İndi bizə deyir ki, A parametrdir burada. Burada nə edəcəm? A-nı çıxardan mütərizə xaricinə sinus kvadratı x plus 1 qalır. Biz bilirik ki, sinus kvadratı x harada yerləşir? 0 ilə 1 arasında yerləşir. Hər tərəfə 1 əlavə eləsəm, 1 sinus kvadratı x üstə gəlir 1 kiçik bərabər 2. Baxın, qiymətlər oblasını verib B12. Baxın, 12 nədir? 12 müsbətdir. 12 müsbət. Baxın, sərhədlər müsbətdir. Deməli, A-ya vuranda A mütləq burada müsbət olmalıdır. Deməli, A-mız müsbətdir. Çünki A mənfi olanda işarə dəyişəcək. Baxıram ki, sağdakı sərhəd müsbətdir. Burada həm sol, həm sağ müsbət olduğu üçün A-ya vuranda hər ikisi müsbət olacaq. Deməli, A-nın özü mütləq nə olmalıdır? Müsbət olmalıdır ki, yəni bu müsbəti versin. İndi hər tərəfi A-ya vursam, alınacaq A kiçik bərabər
A vur sinüs kvadratı x plus 1 2 bərabər 2a. Deməli, verilən bu funksiya yerləşir A ilə 2a arasında yerləşir. Yəni bizə verib B ilə 12 arasında. Buna nə görürsünüz? A B-yə bərabərdir. 2a da 12-yə bərabərdir. Deməli A 6-dır. B də olacaq 6. Bizdən də 2a plus B-ni soruşur. 2a plus B. A B-yə bərabər olduğu üçün 3a yaza bilərəm. 3 dəfə 6, 18. Yəni doğru cavab burada 18-ə bərabərdir. Doğru cavab Y variantı. 5-ci sual. 2n-6 faktorial bərabərlik 2n-6 olarsa, n-in ala biləcəyi qiymətlərin cəmini hesablayın. Əgər a faktorial a-ya bərabərdirsə, a-mız ya 1-dir, ya da a-mız 2-dir. Ona görə yazırıq 2n-6 bərabərdir 1-ə, 2n-6 bərabərdir 2-yə. 2n bərabərdir buradan 7, n alınır üstəm onda 5. 2n bərabərdir 8, n alır nə? 4. N-in ala biləcəyi qiymətlərin cəmini soruşur. 4 ilə 3 tam onda 5-in cəmi 7 tam onda 5. Doğru cavab olacaq C variantı. 6-cı sual. Həcmi 32 kub santimetr, oturacağın sahəsi isə 32 kvadrat santimetr olan düzgün dördbucaqlı piramidanın oturacağın A təpə nöqtəsindən oturacaq müstəvisinə, yəni o kvadrat müstəvisinə AK perpendikular qaldırılmışdır. AK-nın uzunluğu piramidanın hündürlüyündən 2 dəfə böyükdür. KS məsafəsini tapın. Piramidanın həcmi V bərabərdir 3də 1 E oturacaq vur H. Həcmi verib 32. 3də 1. Oturacağın da sahəsini verib 32. Vur H. Burada çıxır ki H bərabər nə? H bərabər 3. H tapdıq 3. İndi oturacağın sahəsini verib 32. Mən yazıram ki A kvadrat oturacağı düzgün dördbucaqlı olduğu üçün kvadratdır, sahəsi A kvadratdır. Bərabərdir 32-yə. A bərabərdir 4 köşdə 2. Mən burada nə edəcəm? Diaqonalı çəkirəm. Diaqonalı. Bir də obs diaqonalı çəkirəm. Piramidanın hündürlüyü diaqonalın kəsişmə nöqtəsinə düşür də. Bura düşür. Bura düşür bu şəkildə. O hündürlüyü tapmışıq 3. Hündürlük 3. Bunu bildik. İndi burada nəyə fikirmək lazımdır? Hündürlük 3'dür. AK-da deyir ki hündürlükdən 2 dəfə böyükdür. Deməli AK da olacaq 6. Yəni bu isə 6-dır. Bunu bildik. İndi hündürlük oturacaq müstəvisinə perpendikulardır. Hündürlük də AK-da oturacaq müstəvisinə perpendikulardır. Yəni bura 90-dır. Burada 90-dır. Bizdən nə soruşur? Burada KS-i soruşur. Nəyə bərabərdir? İndi mənə lazımdır kvadratın diaqonalını tapmaq. Tərəf 4 köşdə 2-dirsə, 4 köşdə 2-ni köşdə 2-yə vursam 8. Diaqonal 8-dir. Diaqonal kəsişmə nöqtəsində yarıya bölünür. Deməli burada 4, burada 4 olacaq. Bunu bildik. İndi baxın, həmin şəkli burada səliqəli formada çəkəcəm. Bu görünsün tam. Baxın, belə bir şeydir orada alınıb hal-hazırda. Bura 4, bura 3, bura 6. Bizə də buranı soruşur. Mən nə edəcəm? Buradan bir dənə paralel xətt çəkəcəm. 4'ə paralel. Bura 4 ise burada 4. Bura 3 ise burada 3. Deməli burada 3'dür. Bura 90. 3, 4 Pifaqorla çıxacaq 5. Deməli cavabımız burada 5'ə bərabərdir. Yəni D variantı. Yeddinci sual. İntegralı hesablayın. Burada nəyə fikir verirsiniz? Burada məxrəc x-1'in kubudur. X-1'in kubu. 2'dən 4'ə integral 1 bölünsün x-1'in kubu dx. Bu da bərabərdir. Yazıram 2'dən 4'ə. Yazıram x-1 üstü -3. Dx'i yazıram, dx'i yazıram, dx-1. İndi daha x-1 alınmasın deyə əvəzləmə aparacağım, daha rahat görünsün deyə.
x çıx 1'ə yeni bir dəyişən deyəcəm t. Olacaq integral t üstü mənfi 3 dt. İndi x 2 olanda x-in yerine 2 yazsaq burada t olacaq 1. X 4. X'in yerine 4 yazanda t olacaq 3. T 3. Şimdi t üstü mənfi 3 bu integral olacaq. T üstü mənfi 3 plus 1 mənfi 3 plus 1. 1'dən 3'ə. Bu da bərabərdir. Sürətdə alınır. T üstü mənfi 2. Məxrəcə də mənfi 2. 1'dən 3'ə. Bunu belə yaza bilərik də. Mənfi 1 böl 2 t kvadrat yaza bilərik bu şəkildə. 1'dən 3'ə. Bu da bərabərdir. Mənfi. Sərhədləri yerinə qoysaq. 3 qoyanda 1 bölünsün 2 vur 3'ün kvadratı çıxılsın. 1 qoyanda 1 bölünsün 2 vur 1'in kvadratı. Bu da bərabərdir. 2'də 1 çıxılsın 18'də 1. 2'də 1 yaza bilərik 18'də 9. 18'də 9. Çıxılsın 18'də 1. Bu olacaq 18'də 8. 2 ekstra olunsa cavab olacaq 9'da 4. Yəni doğru cavab burada olacaq Y variantı 9'a 4'ə bərabərdir. 8-ci sual. X çıx m bölünsün x çıx 7 kiçik bərabər 0 bərabərsin tam həllərin sayı 5 olarsa m parametrini ala biləcəyi natural qiymətlərin hansını tapın. Baxın, burada 2 hal mümkündür. Birinci hal ola bilsin ki, yəni, əvvəlcə kökləri tapaq. Sürətin kökü nədir? Sürətin kökü m'dir. Məxrəcin kökü də 7'dir. Ola bilsin ki, m 7'dən kiçikdir. O zaman əgər toxunda m yerləşəcək 7'nin solunda. Yəni 7 zaten boşluq içindədir. M isə dolu olacaq. M dolu bu şəkildə. 7'nin sağında M doludur. 7'nin sağında x'in yerine 8 qoysaq, 8 çıx 7, 8 çıxı müsbət olacaq. Hasıl müsbət. M ilə 7 arasında məsələn 6 qoysam, x'in yerine 6 qoyanda 6 çıxı müsbət də olacaq. Amma 6 çıx 7 mənfi. Bura mənfi olacaq, bura müsbət. Bizə mənfi lazımdır. Deməli, həll olacaq M 7. İndi deyir ki, 5 tam həlli var. 5 tam həll varsa, deməli, M mütləq burada olmalıdır 2. M 2'den başlamalıdır. Çünkü 1'den başlasa 6 tam hal olacaq. Deməli M2. İkinci hal M 7'den böyük olan halıdır. Burada da 7 solda yerləşir, M sağda yerləşir. 7 yine boşluq içindədir. M doludur. İndi 7 ile M arasında yine mesela 7 ile M arasında 8 versəm. 8 versəm sürət mənfi, məxrəc müsbət. Nəticə mənfi. O zaman bura müsbət, bura müsbət. Burada olacaq 7M həll. İndi tam həllərin sayı 5 olduğu üçün M neçə olmalıdır? Baxın, birinci hal 8, 9, 10, 11, 1, 2, 3, 4, 12. Baxın, 12. Deməli, M 12 olmalıdır ki, tam həllərin sayı 10 olsun 5 dənə. M 12. Şimdi M'in bir qiymətini 2 tapmışdıq. Bir qiymət də 12'dir. Hasılını soruşduğu üçün 2 dəfə 12, 24. Doğru cavab olacaq B variantı 24'ə bərabər. 9-cu sual. Uyğun tərəfləri perpendikular olan bucalardan birini 30 dərəcə artırıb, digərini 2 dəfə azaltdıqda alınan bucalar kongruent olur. Əvvəlki bucaların dərəcə üstlərin fərqinin modulunu tapın. Burada nəyə fikir verirsiniz? Bunlar müxtəlif adlıdır. Çünki birini artırırıq, digərini azaldırırıq. Eyni adlı ola bilməzlər. Ondan sonra bərabərləşirlər. Demək, bunlar müxtəlif adlıdır. Birinə x deyirəm, digərinə y. X ilə y-in cəmi olsun 180 dərəcə. Bunu bildik. İndi birini 30 dərəcə artırsaq, yəni x plus 30 dərəcə yazdıq. Digərini 2 dəfə azaltsaq, demək alınacaq y böl 2. Və deyir, bunlar bərabər alınır. Yəni kongruent olur. Yəni bərabərdir. Hər tərəfi 2'yə vursam 2x plus 60 dərəcə bərabərdir y-ə. Y-in bu qiymətini gətirib yerinə yazsaq x üstə gəlir 2x üstə 60 dərəcə bərabərdir 180 dərəcəyə. 3x bərabərdir 120 dərəcə və x alınır 40 dərəcə.
X-i tapdıq 40 dərəcə. X 40 dərəcədir. X 40 dərəcədirsə, deməli y-də neçə olacaq? 100 seçəndən 40-ı çıxacam. Olacaq 140 dərəcə. Bizdə də bunların fərqinin modulu soruşur. Əvvəlki, yəni bu ikisinin fərqinin modulu soruşur. 140 dərəcədən də 40 dərəcəni çıxsam, birbaşa cavab verəcək 100 dərəcə. Yəni 9-a doğru cavab A variantı 100 dərəcəyə bərabərdir. 10-cu sual. Tənlinin kökləri M və N olarsa, ifadəsinin qiymətini tapın. M-in tənlinin kökləridir. Baxaq nəyə? Kökləri cəmi M plus N bərabərdir 6-ya. Kökləri hasil isə mənfi 2-dir. Çevrilmiş qura tənli 2 olduğu üçün biz bilirik ki, çevrilmiş qura tənlinin kökləri cəmi ikinci həddin əmsalının əksidir. Kökləri hasil isə sərbəst həddir. İndi verilən ifadəni sadələşdirək. Sürət müxtəsər düsturudur. Müxtəsər olma düsturu. Yazırıq M plus N, M kvadrat çıx M-in plus N kvadrat. Məxrəci də vurub açaq. Görün, alınır. M kvadrat çıx 8M üstə gəl 2M çıx 16 ilə bərabərdir. M plus N vurulsun. M kvadrat plus N kvadrat cəmini yazıram şəkildə. M plus N-in kvadratı çıx 2M-in. Bir də çıx M-in var. M-in. Bölünsün. M kvadrat çıx 6M çıx 16. Yine burada nəyə fikir verirsiniz? M də N də kökdür. Gətirib X-in yerine M yazsaq burada görün nə baş verəcək? X-in yerine M yazsaq M kvadrat çıx 6M çıx 2 bərabərdir 0. Yəni buradan görünür ki, M kvadrat çıx 6M 2-yə bərabərdir. Bunu niyə yazdım? Baxın, buna görə yazdım. M kvadrat çıx 6M. M kvadrat çıx 6M 2-dir. İndi gətirib yenə yazsaq. M plus N cəmi 6-dır. 6 vurulsun. 6'nın kvadratı çıxılsın. Burada çıxsın 3M'indir. Yəni bu hissə elə bil ki 3M eləyəcək. 3 vurulsun. M-in də mənfi 2-dir. Mənfi 2 bölünsün. M kvadrat çıx 6M 2-dir. 2 çıx 16. Bu da bərabərdir. 6 vurulsun. Burada alınır 36 plus 6 bölünsün. Mənfi 14. 6 vur 42 bölünsün mənfi 14. 42'ni mənfi 14'e hesab etsək, burada 1 yazıram, burada mənfi 3 yazıram. 6'ını da mənfi 3'e vuranda mənfi 18. Yəni doğru cavabımız olacaq onda C variantı. Mənfi 18'e bərabərdir. 11-ci sual. Tənasübün kənar hədlərinin hasili orta hədlərin hasilinin 4P plus 40 faizinə 4P plus 40 faizi olarsa P'ni tapın. P'ni tapın. İndi kənar hədlərin hasili orta hədlərin hasilinin kənar hədlərin hasili tənasüb yazsaq maraqlı suala oxşayır. A bölü B bərabər C bölünsün D. İndi kənar hədlərin hasili A vur D bərabərdir B vurulsun C-yə. İndi kənar hədlərin hasili orta hədlərin hasilinin 4P plus 40 faizi olarsa, orta hədlərin hasilinin 4P plus 40 faizi olarsa, yəni A vur D bərabərdir. Üzr istəyirəm. Kənar hədlərin hasili orta hədlərin hasilinin yəni 4P plus 40 faizi. Yəni B vur C'nin 4P plus 40 faizi bərabərdir A vurulsun D-yə. A vur D-yə bərabərdir. Deməli buradan çıxır ki, yəni bundan bu bərabər olması lazım. Çünki kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir axı tənasübdə. Bunlar ixtisar getməlidir ki, BC hasili AD-yə bərabər çıxsın. Burada 4P plus 40 bərabərdir 100-ə. 4P bərabərdir 60-a. P də bərabərdir 60'ı 4'ə böləndə 15. Yəni doğru cavab 11'də B variantı. Qəşəng sualmış. 12-ci sual.
A1 və B1 nöqtələri ordinat oxuna nəzərən uyğun olaraq A, B nöqtələrinə simmetrikdir. A, B nöqtələrinə simmetrikdir. Baxın, A nöqtəsini verib 2, 1. Ordinat oxuna nəzərən deyirsə, ilgi sabit qalır. X işarəsini dəyişəcək. -2. B nöqtəsini verib 5, 5, 5. Ona B1 də nə olacaq? B1 də olacaq yenə. Burada y sabit qalır. X işarəsini dəyişəcək. -5, 5. İndi deyir ki, AB vektoru. AB vektorunun koordinatları nə olacaq? B son nöqtədir. Son nöqtənin koordinatlarından başlanğıc nöqtənin koordinatlarını çıxmaq lazımdır. 5'dən 2 çıxanda 3, 5'dən 1 çıxanda 4. Sonra baxırıq A1, B1 vektoru. Son nöqtə -5'dən -2 çıxanda -3, 5'dən 1 çıxanda 4. İndi bu iki vektor arasındakı qalan bucağın kosinusu soruşur. Kosinus alfa bərabərdir. Buna bir dənə x vektoru deyirəm. Buna da bir dənə deyirəm y vektoru. Yer çox tutmasın. X vektoru vurulsun y vektoru çıxar hasil, bölünsün modulları hasil. Modulları hasil bərabərdir. Skalar hasil nə deməkdir? Uyğun koordinatları vurub toplayacaq. Yəni x-i x-ə vuracaq, y-i y-ə toplayacaq. 3'ü -3'ə vuranda -9, 4'ü 4'ə vuranda 16. İndi x-in modulu nə olacaq? Kök altında koordinatların kvadratları cəmi 3'ün kvadratı plus 4'ün kvadratı. Vurulsun. Y modulu kök altında -3'ün kvadratı plus 4'ün kvadratı. Sürətdə alınır 7. Məxrəzə alınır 5 vur 5. Yəni olacaq 7'nin 25'ə nisbəti. Doğru cavab 12'də A variantı 7'nin 25'ə nisbətinə bərabərdir. 13-cü sual. A çıx 1 bölü B bərabərdir 1 və B çıx 1 bölü A bərabərdir 2 olarsa AB'nin kubu üstəlik 1 bölü AB'nin kubu ifadəsinin qiymətini tapın. Əvvəlcə soruşulan ifadəyə müxtəsər Roma üsulu tətbiq edəcək nə alınır? AB üstəlik 1 bölü AB vurulsun birincinin kvadratı çıx hasilləri 1 üstəlik ikincinin kvadratı. Buna bərabərdir. İndi isə baxıram. Bunları tərəfə vursam, görə nə alınır? A çıxılsın 1 bölünsün B, vurulsun B çıxılsın 1 bölü A. Bərabərdir 2'yə. Niyə tərəfə vurdum? Baxıram ki, AB hasili var. AB, məxrəzə AB hasili var. AB hasili alınacaq. İndi vursam alınır. AB çıx 1. Çıx 1 üstəgəl 1 bölü AB. Bərabərdir 2'yə. Burada çıxır ki, AB üstəgəl 1 bölünsün AB bərabərdir 4'ə. Bunu tapdıq 4. Deməli, bura bəlli. Bura artıq bəlli. Tapmışıq 4'dür. İndi bizə lazımdır, bax, burada kvadratları cəmi. Bunu tapsaq bəs eləyir. AB'nin kvadratı üstəgəl 1 bölü AB'nin kvadratı. Bunu belə yaza bilərik. AB üstəgəl 1 bölü AB'nin kvadratı çıx hasillərin kimisidir. Hasilləri 1 edir, kimisi də 2. Yerinə qoysaq 4 tapmışıq. 4'ün kvadratı çıx 2. Bərabər olacaq 16 çıx 2, 14. Gətirib hamısını yerinə yazsaq burada. AB üstəgəl 1 bölü AB 4'dür. Vurulsun 14 çıx 1. Yəni çıx 1 də var burada. 4 dəfə 13. Nəticə olacaq 52. Yəni doğru cavab burada D variantı 52'yə bərabərdir. 14-cü sual. Şagirdləri Nihat və Kənan kapitan olmaqla 2 komandaya böldülər. Nihadın komanda yoldaşlarının sayı digər komanda üzvlərinin sayının 3 mislindən 41% azdır. Kənanın komanda yoldaşlarının sayı digər komanda üzvlərinin sayının 2 mislindən 21% azdır. 2 komandada ümumi neçə şagird var? Deməli, biri Nihatdır, Nihat, kapitan. Digəri də kimdir? Digəri də
Kənan. Kənan. Nihadın komanda yoldaşlarının sayına deyirəm x. Kənana deyirəm, komanda yoldaşlarının sayına y deyirəm. İndi deyir ki, Nihadın komanda yoldaşlarının sayı, yəni x-i deyir. Digər komanda üzvlərinin sayının 3 mislindən 41 vahid azdır. Baxın, burada üzv deyəndə üzv də yazaq. Üzv. Burada y plus 1 nəfər var. Çünki Kənanın özü də var. Burada üzvü yazsaq, burada da x plus 1 nəfər olacaq. Çünki Nihadın özü var. İndi deyir ki, Nihadın komanda yoldaşlarının sayı, yəni x, Nihadı saymırıq. Digər komanda üzvlərinin sayının, yəni y plus 1 sayının 3 mislindən 41 vahid azdır. Yəni mən x-in üzərinə 41 gəlsəm, mənə verəcək 3 vurulsun y plus 1. Bunu yazdıq. Kənanın komanda yoldaşlarının sayı, yəni y, digər komanda üzvlərinin sayının, yəni x plus 1, 2 mislindən 21 vahid azdır. Yəni y-in üzərinə mən 21 gəlsə, mənə verəcək 2 vurulsun x plus 1-i. Birinci tənlikdən nə alınır? Birinci tənlikdən alınır ki, 3y çıx x bərabər 38. Birbaşa yazdım. Qurbaçlıq, sonra y ilə x-i bir tərəfə saxladım, sabiti digər tərəfə saxladım. İkinci tənlikdən isə alınır ki, 2x çıx y bərabərdir 19. 19. Birinci tənli olduğu kimi, yox, birinci yox, ikinci tənli. İkinci tənli olduğu kimi saxlayıram. Birinci tənli 2-yə vuracam. 6y 2-yə vuranda çıx 2x bərabərdir 76. 2x çıx y bərabərdir 19. Toplasaq 2x'lər gələcək. 5y bərabərdir 95-ə. Y qalır 19. Y 19'dur. Y tapdıq 19. İndi bizə lazımdır x-in qiyməti. Baxın, y 19'dur. Burada 19 yazsaq, deməli 2x neçə olmalıdır? 2x olmalıdır 18. Deməli x neçədir? 18 yazıram, üzr istəyirəm. 38. 38. X olacaq neçə? X olacaq 19. X-i tapdıq 19. Y də 19'dur. İndi ki, iki komandada ümumi neçə şagird var? Ümumi şagird sayı, baxın, bunların cəmidir. X plus y plus 2'dir. Yəni 19 plus 19 plus 2. Nəticə olacaq 40. Yəni doğru cavab burada 40'a bərabərdir. 15-ci sual. Uzunluğu 12 cm olan AB parçası mərkəzi O nöqtəsində olan çevrəyə C nöqtəsində toxunur. AC ilə CB-nin nisbətini verib, 1-in 3-ə nisbəti və bucaq AOB-ni də verib 90 dərəcə olarsa, çevrəyə uyğun dairənin sahəsini hesablayın. Deməli, bizə indi çevrə lazım olacaq. Bu çevrə olsun. Toxunan çəkək çevrəyə. Və toxunan olsun. Deməli, A, C, bu da B. Bu da olsun çevrənin mərkəzi. Çevrənin mərkəzi ilə toxuma nöqtəsini birləşdirsək, baxın, burada da göstərir. Tam 90 dərəcə göstərir. Çevrənin mərkəzi ilə toxuma nöqtəsini birləşdirsək, nədir? Radius toxunan toxuma nöqtəsinə perpendikulyardır. Bunu bildik. Sonra O-anı birləşdirəcəm. Digər tərəfdən də OB-ni birləşdirəcəm. Bunları birləşdirdik. Və bizə deyir ki, bucaq AOB 90 dərəcədir. Yəni bu bucağı da verib 90 dərəcə. Bunu da bildik. Bura 90 dərəcədir. Deməli, AC ilə CB nisbəti 1-in 3-ədir. Yəni bura x-dir, bura 3x-dir. X ilə də 3x-in cəmini verib 12. AB-ni 12 verib. 4x 12-dirsə, x olacaq 3. Deməli, x 3-dürsə, AC olacaq 3, BC olacaq 9. İndi, AOB düzbucaqlı üçbucaqdır. OC də düzbucaq təpəsindən çəkilmiş hündürlükdür və həm də radiusdur bu. Radius. Yəni, R kvadrat, H kvadrat bunlar bərabərdir. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş hündürlüyün kvadratı
Hipotenuzadan ayrılan hissələrin hansıdır? Yəni 3 vur 9. Demək neçə olacaq? 27. Bizə nə soruşur? Dairənin sahəsi. S bərabərdir pi r kvadrat. Pi vur 27. Olacaq 27 pi. Doğru cavab Y variantı. 16-cı sual. Hansılar çoxhəllisinin vuruqlarıdır? Baxaq, ilk ikisində ortaq olan nə var? A üstü 4 çıxardan mütərizə xaricinə. Qalır x kvadrat çıx 1. Üstə gəl. Digərində ortaq olan A-dır. Çıxardan mütərizə xaricinə. Qalır x kvadrat çıx 1. İndi x kvadrat çıx 1 ortaqdır. Çıxardan mütərizə xaricinə. Qalır A üstü 4 plus A. Bu da bərabərdir. X kvadrat çıx 1 yazıram. X çıx 1. X plus 1. Burada ortağı nə var? A var. Çıxartsam A kub plus 1. Bu da bərabərdir. X çıx 1. X plus 1. Vurulsun A. Vurulsun. A kub plus 1. Yəni bir də 1'in kubu olduğu üçün belə yaza bilərik ona. A plus 1. A kvadrat çıx A plus 1. İndi baxaq. A, baxın birinci doğrudur. A var. 1 doğrudur. A çıx 2 yoxdur. X çıx 1 var. Üçüncüsü də doğrudur. X çıx 2 yoxdur. X plus 1 5 var. Baxın 1, 3, 5. Doğru cavab olacaq 1, 3, 5 C variantı. Növbəti sualımız 17-ci sual. Z bərabərdir A plus B kompleks əldə üçün I vur Z üstə gəl 2 bərabər 4 vur üstə gəl Z-in qoşması olarsa A kvadrat çıx B kvadrat ifadəsinin qiymətini tapın. Z-i bizə verib A plus B şəklində. Z-in qoşması nə olacaq? A çıx B-i. Gətirib yerinə yazaq. İZ. İndi vurmalıyıq Z-ə. A plus B-i üstə gəl 2. Bərabərdir 4 vurulsun. Üstə Z-in qoşması. A çıx B-i. İndi içəri vursam A vurulsun I. Üstə B vurulsun I kvadrat plus 2. 4'ü içəri vursam 4i 4a çıx 4bi. Şimdi ilk kvadratın yerine mənfi 1 yazsam sol tarafı yazıram. 2 çıx b üstə gəl a vurulsun i. Sağ tarafta belə yazıram. 4a üstə gəl 4 çıxsın 4b vurulsun i. 2 kompleks ədədin bərabərliyi. O zaman bərabər ki, deməli həqiqi hissələr, baxın, həqiqi hissələr bunlardır. 2 çıx b olmalıdır 4a. Yəni 4a plus b bərabər nəyə? 2'ye. Bir də xəyali hissənin əmsalı eyni olmalıdır ki, bunlar bərabər olsun. A bərabərdir. A bərabər 4 çıx 4b. Buradan çıxır ki, a plus 4b bərabər 4a. Alındı təmizliklər sistemi. Toplasam, tərəfə toplasam 5a plus 5b 6'ya bərabər. 5'e bölsəm a plus b olacaq. 1/2. Çıxsam, tərəfə çıxsam 3a çıx 3b bərabər nəyə? Yəni çıxanda bərabərdir -2'ye. 3'e bölsəm a çıx b bərabərdir -3/2. Bizdən soruşur a kvadrat çıx b kvadrat. Bunu da yazırıq a çıx b a plus b. A çıx b -3/2. A plus b də 1/2'dir. Bu da bərabərdir -0.8. Doğru cavabımız A variantı. 18-ci sual. Katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın tənbəyənlərin kəsişmə nöqtəsindən katetlərə paralel çəkilmiş düz xəttlər hipotenuzu M və N nöqtələrində kəsir. MN parçasının uzunluğunu tapın. Deməli, düzbucaqlı üçbucaq deyil. Düzbucaqlı üçbucaq çəkirəm. Deməli, tənbəyənlərin kəsişmə nöqtəsindən tənbəyən çəkəcəm burada. Yerə çəkək ki, tənbəyənə oxşasın heç olmasa. C, A, B. Burada D,
Bura Y, bura olsun F. Bunlar tənbəllərdir. Tənbəllərin kəsişmə nöqtəsi üçbucağın daxilinə çəkilmiş çənin mərkəzi deməkdir də, mərkəzi. Yəni burayla bu radiusdur artıq. Radius toxunacaq burada. Bu da olacaq radius. Bu da radius. Yəni ki, bu tərəf, baxın bu hissələri deyir bizə. Baxın paralel xəttlər çəkilib. Bir də budur. Paralel xəttlər çəkilib bu şəkildə. Bura bir dənə K deyək. K. Bura N, bura M. Burada bir dənə L deyək. L. Deməli, bizə tərəfi katetlərin birini verib 6, digər də verib 8. 8, 6 Pifaqorla bura çıxacaq 10. Və biz bilirik ki, balaca yer nədir? Balaca yer bərabərdir A plus B çıx C-nin yarısı. 6 üstə gəl 8 çıx 10'un yarısı olacaq 2. Balaca yer 2'dir. Bura 2'dir. Burada 2. Radius da hər ikisi. Burada 2 olacaq. Burada 2. Deməli bura 2. Bura 2 isə LB də olacaq neçə? 6. AK neçə olacaq? AK da olacaq 4. AK 4. İndi biz burada nə edəcəyik? Burada. EM'nin uzunluğunu soruşur. EM'nin uzunluğunu soruşur. İndi baxırıq ki, burada oxşar üçbucaqlar var. Üçbucaq AKN oxşardır üçbucaq ACB'yə. Ona görə yazırıq ki, AK'nın AC nisbəti, yəni 4'ün 6'ya nisbəti, 4'ün 6'ya nisbəti bərabərdir AN. AN bilinmir. AN bilinmir. A-nə deyirəm? Elə olduğu kimi qalsın. AN'in nəyə nisbəti? AN'in CB'yə nisbəti. Üzr istəyirəm. AN'in CB nə idi? AN AB-yə nisbəti. AB də neçədir? 10'dur. Buradan çıxır ki, AN bərabərdir 40 bölünsün nəyə? 40 bölünsün 6. Bu da eləyir neçə? 2 hesabını 3'də 20. Bunu tapdıq. Deməli, AN bərabər nəyə? 3'də 20'yə. AN tapdıq. İndi digər tərəfdən də baxırıq ki, burada nəyə baxırıq? Deməli, bura 6, bura 6. Bizə lazımdır indi. Bizə lazımdır indi bu parçadan hər hansı birini tapmaq. A-nı tapdıq 20'nin 3'ə nisbəti. 23'ə nisbəti. Biz burada artıq nə tapa bilərik? Yine oxşarlığı yazaq, gör nə baş verir. Oxşarlığı yazaq. 3 bucaq BLM oxşardır 3 bucaq BCA. Yine yazırıq BL. BL'in BC nisbəti. BL nədir? 6. BC 8. Bərabərdir. BM'in BA-ya nisbəti. BA da 10'dur. BA da 10. Deməli BM bərabərdir 60 böl 8. 60 böl 8. Nəyə ixtisar olunur? 4'ə. 2'də 15. Deməli BM-i tapdıq. BM-i tapdıq. 2'də 15. 20'ni necə yaza bilərəm? Üzr istəyirəm. 10'u necə yaza bilərəm? 2'də 20 yaza bilərəm də. 2'də 20. İndi BM 2'də 15'dirsə, demək bura 2'də 2 neçə olacaq? 2'də 5 olmalıdır ki, 2'də 5 ilə 2'də 15'in cəmi 2'də 20'ni versin. İndi AN-i də bayaq tapmışdıq. AN-dən AM-i çıxsan M-ni verəcək. M-in bərabərdir AN çıx AM. AN nə idi? Tapmışdıq bayaq. 3'də 20 çıxılsın AM 2'də 5. Orta məxrəc 6'dır. 6'da 40 çıxılsın 6'da 15. Olacaq 6'da 25. Doğru cavab olacaq burada B variantı. 6'da 25'ə bərabər.
19-cu sual. Limit x sıfıra yaxınlaşır. Pi çıxılsın kök altında x plus pi kvadrat böl x limitini hesablayın. X'in yerinə 0 yazanda sürətlə məxrəcə sıfıra gedir. Ona görə sürətin ayrıca törəməsini tapmalıyım. Məxrəcin ayrıca törəməsi. Pi çıxılsın kök altında x plus pi kvadrat. Bunun törəməsi bölünsün məxrəcin törəməsi. Məxrəc x olduğu üçün x-in törəməsi 1-dir. Fərqin törəməsi törəmələri fərqidir. Pi sabiti törəməsi 0-dır. Kök 6-dır. Dərəcə cütü törəməsi olacaq 1 bölünsün. 1 bölünsün. 2 kök altında x plus pi kvadrat. Bir də vurulsun bunun özünün törəməsi. O da 1 edir. Deməli alınacaq burada mənfi 1 bölünsün 2 kök altında x plus pi kvadrat alınacaq. Yəni bu alınacaq. İndi bizə də deyir ki x sıfıra gedir. Limit x sıfıra gedir. Mənfi 1 bölünsün 2 kök altında x plus pi kvadrat. X'i yenə 0 yazsaq mənfi 1 bölünsün 2 kök altında pi kvadrat olacaq. Bu olacaq mənfi 1 bölünsün 2 pi. Yəni doğru cavabımız olacaq D variantı. Mənfi 1 bölü 2 pi'ye bərabər. 20-ci sual. Ədədlərin həndəsi ortasını tapın. Həndəsi ortasını soruşur. Deməli, A-nı birə yaza verəm də. A-nı köşdə 8. Köşdə 8. A-nı olduğu kimi yazım. Qalsın. Köşdə 5. A-nı dəyişməyək. Köşdə 5 çıx. Köşdə 3. B-ni yaza bilərəm bu şəkildə. Köşdə 8 çıx. Köşdə 5 çıx. Köşdə 3. Həndəsi ortası olacaq. Kök altında bunların hasili. Yəni 2 ədəd olduğu üçün köklərin dərəcəsi olur 2. İndi bunların hasili birinci mənə lazımdır. A vur B. Biri x-dir. Biri ilə 2 x-dir. Digəri də y-dir də. X plus y, x çıx y. Bizə verir x kvadrat çıx y kvadratı. Bu da bərabərdir. Köşdə 8'in kvadratı çıxılsın. Köşdə 5 çıx köşdə 3 kvadratı. Köşdə 8'in kvadratı 8. Birincinin kvadratı 5. Çıx hasılan 2 misli. 2 köşdə 15. Üstə gəl ikincinin kvadratı o da 3. 8 çıx 5 plus 2 köşdə 15 çıx 3. 8, 5, 3. İslah olacaq 2 köşdə 15. Bu da bərabərdir. Kök altında 60. Hasilləri tapdıq. Həndəsi ortada olacaq kök altında hasilləri. Kök altında köşdə 60. Bu da bərabərdir. 4-cü dərəcədən köşdə 60'a. Yəni doğru cavab olacaq 20'də A variantı. 21-ci sual. Alfa və beta müstəviləri 60 dərəcəli bucaq altında kəsişirlər. Oturacağı alfa müstəvisi üzərində olan düzgün altı bucaqlı prizmanın oturacağının tərəfi 4-cü dərəcənin kökdə 3 cm-dir. Prizmanın beta müstəvisi ilə kəsiyinin sahəsini tapın. Yəni bizdə bax bu kəsi verilən bu kəsiyin sahəsini soruşur. Baxın bu kəsiyin sahəsini soruşur. Bunun sahəsini soruşur. Mən baxın alfa müstəvisi üzərində verilən bu altı bucağının sahəsini tapsam, bəhs edir mənə. Altı bucağının sahəsini tapsam. Çünki alfa ilə beta müstəvisi arasındakı bucaq 60 dərəcədirsə, mən bu oturacağı baxın alfa müstəvisi üzərindəki altı bucaqlını paralel olaraq yuxarı sürüşdürsəm, alfa ilə beta, baxın, alfa ilə beta arasındakı bucaq 60 dərəcə olduğu üçün, həmin 2 ilə 6 bucaqlı arasındakı bucaq da 60 dərəcə olacaq. 60 dərəcə. Və elə bil ki, bu beta müstəvisi üzərindəki 6 bucağının ortonal proyeksiyası olacaq bura. Ortonal proyeksiyası. Yəni mən bura S desəm, bu da olacaq, onun S proyeksiyası olacaq. S proyeksiyası olacaq. Və biz bilirik ki, kosinus alfa bərabərdir S proyeksiya bölünsün nəyə? S-ə. Yəni çalışır rahatdır. İndi alfanı verib 60 dərəcə. Kosinus 60 dərəcə bərabərdir. Məxrəc S yerində qalır. İndi proyeksiyası, yəni ortamlar proyeksiyası düzgün altı bucaqlıdır. Düzgün altı bucağının sahəsi də
6 vur 6 vur a kvadratı vur köşkdə 3 böl 4-ə bərabərdir. Kosinus 60 dərəcə bizə verir 2-də 1. 6 vurulsun. Tərəfi də verib 4-cü dərəcənin köşkdə 3. Kvadratı olacaq köşkdə 3. Vur köşkdə 3. Vur köşkdə 3 bölünsün 4. O da bölünsün S. S-ə bərabər. Buradan da S bərabərdir. 12 vurulsun 4-də 3. Bu da olacaq neçə? 9. Doğru cavab olacaq Y variantı 9-a bərabər. Növbəti sualımız 22-ci sual. ABC üçbucağında B median, AB 4, BC 8 və bucaq CBM 30 dərəcə olarsa B medianın uzunluğunu tapın. Deməli, üçbucağı çək əvvəlcə. Asan sola oxşamır. Deməli, ABC B median, yəni tərəfi yarıya böləcək. B tərəfi yarıya bölür BM. Həm tərəfi yarıya bölür, həm də sağını yarıya bölür. Sağını yarıya bölür. Buranı verib 30 dərəcə, buranı verib 4, buranı verib 8 və BM-i soruşur X. İndi baxırıq, sağlar eynidir. S, S. Mən artıq burada sağlar eyni olduğu üçün yaza bilərəm ki, üçbucağın bura alfa desəm, yaza bilərəm ki, bu ABM üçbucağın sahəsi, S ABM-in sahəsi. Üçbucaq ABM. Bərabər 4 vur X, vur sinus alfanın yarısı. S CBM-in sahəsi. CBM üçbucağın sahəsi. Bərabərdir 8 vur X, vur sinus 30 dərəcənin yarısı. Biraz səliqəli yazaq. S üçbucaq ABM-in sahəsi bərabərdir 4 vur X, vur sinus alfanın yarısı. S üçbucaq CBM bərabərdir 8 vur X, vur sinus 30 dərəcənin yarısı. İndi sağlar bərabərdir. Ona görə yazıram ki, burada nə alınır? Burada alınır 2x vur sinus alfa. Burada alınır 4x sinus 30 dərəcə. Burada alınır ki, sinus alfa bərabərdir 4x-dən 2x gedir x-a. Burada 1, burada 2. 2 vurulsun, sinus 30-da 2-də 1 deməkdir. 2-də 1. Deməli, sinus alfa bərabər nəyə? 1-ə. Sinus alfa 1-isə alfa olacaq 90 dərəcə. Alfa 90 dərəcə. Deməli, mən indi isə alfa 90 olduğu üçün bucaq ABC olacaq 120 dərəcə. Mən S ABC-nin sahəsini tapa bilərəm də. Üçbucağın sahəsi. 4 vurulsun 8 vur sinus 120 dərəcə. Bölünsün nəyə? 2-yə. 2 vur 8 sinus 120-də sinus 60 demək ki, köşkdə 3 böl 2. Bu da bərabərdir nəyə? 4 köşkdə 3. 4 köşkdə 3 yox. 8 köşkdə 3. 8 köşkdə 3 tapdıq. Deməli, bura olacaq 4 köşkdə 3. Burada olacaq 4 köşkdə 3. İndi ABM üçbucağın sahəsini yazıram. ABM üçbucağın sahəsi nədir? X vurulsun 4 vurulsun sinus 90 dərəcə böl 2. Bərabər 4 köşkdə 3-ə. 4-lər ixtisar gedir. Sinus 90 da 1-dir. Burada alınır ki, x bərabərdir 2 köşkdə 3. Deməli, medianın uzunluğu 2 köşkdə 3-ə bərabərdir. A variantı. 23-cü sual. Kosinus 8x çıx 1 böl kosinus x vur 1 bölü sinus x bərabər 0 tənliyinin 0-2 pi aralığına daxil olan həllərin cəminin dərəcə ölçüsünü tapın. İndi belə yaza bilərək də kosinus 8x çıx 1 bölünsün məxrəci belə yaza bilərəm. 2-də 1 sinus 2x bərabərdir 0. Aydın məsələdir ki, burada sinus 2x 0 ola bilməz. Yəni 2x pi k ola bilməz. X-imiz pi böl 2 vur k ola bilməz. Bu qalsın qıraqda. İndi kosinus 8x çıx 1 0 olmalıdır. Kosinus 8x bərabərdir 1-ə. 8x bərabər nə? Buradan alınır
1'i alır 2 pi k-da. Deməli x bərabər olacaq pi k-nın 4-ə nisbəti. Yəni pi böl 4 vur k. İndi baxaq. K-nın yerinə 0 yazsaq, x alınır 0. Burada K-nın yerinə 0 yazanda x 0 alınır. Yəni bu kök deyil. K-nın yerinə 1 yazsaq, x alınır 45 dərəcə. Baxın, bu 90-ın misilləridir. Bu da 45-in misilləridir. Burada nəyə fikir vermək lazımdır? 45-in tək misilləri həll olacaq. 45-in cüt misilləri bundan üst-üstə düşəcək. Çünki 90 45-in cüt misli olduğu üçün 45-in cüt misilləri ilə buradakı köklər üst-üstə düşəcək. Deməli 45-in tək misilləri qalacaq. 45-in özü qalacaq. Sonra 135 dərəcə, 225 dərəcə, bir də 315 dərəcə. Yəni bunlar qalacaq. Qalan həllər üstə düşəcək. 45, 135, 180 dərəcə. İndi bunları toplama lazım. 225, 215, 540 dərəcə. Bunları toplasaq nəticə olacaq 720 dərəcə. Yəni buna doğru cavab 720 dərəcəyə bərabərdir. Növbəti sualımız 24-cü sual. Konusun hündürlüyü oturacağa paralel olan müstəvilərlə bərabər hissələrə bölünmüşdür. F2 və F3 cisimlərin həcmləri cəmi 52 olarsa, F4 cisminin həcmini hesablayın. Hündürlüklər deyir ki, bu müstəvilərin bərabər hissələrə bölünüb. Yəni bu hissələr hamısı eynidir. Bu hissələr eynidirsə, bu hissələr də olacaq hamısı eyni. Mən bura x desəm, bura x, burada x, burada x. Baxın, bura nə fikirmək lazımdır? Buranın həcminə mən v desəm, bu balaca hissənin həcminə v desəm, balaca hissənin həcminə v desəm, fəzə fiqurlarda həcmlərin nisbəti uyğun tərəflərin nisbətinin kubudur. Baxın, indi bu hissəyə baxın, bu hissə 2x-dir. 2x olduğu üçün bura v-dirsə, yəni 2 dəfə çoxdur tərəf. Deməli, 2-nin kubu 8. Deməli, ümumi hissə olmalıdır 8v. Deməli, bura olacaq 7v. Bura olur 7v. Bunu bildik. Sonra bura x-dirsə, bura x-dir. Bura isə ümumi isə 3x-dir. Yenə həcmlərin nisbəti nədir? 1-in 3-ə nisbətinin kubu olacaq. Bura x, bura 3x olduğu üçün, yəni 3-ün kubu olacaq da. Yəni 3-də və yaxud 3-də 1-in kubu 27-də 1. Yəni 20 dəfə çox olacaq. Bura v-dir, bura 7v-dirsə, burada olmalıdır 19v. Bunu da yazdıq 19v. Sonra x və axırıncısı olacaq bura. Neçə olacaq? x, 4x. Yəni 4x. Bura olur 4x. Baxın, x, 2x, 3x və 4x. 4x olduğu üçün, yəni tərəf 4 dəfə çoxdur. 4 dəfə 4-ün də kubu bizə verir nəyi? 4-ün kubu bizə verir 64 verir. 4-ün kubu 64. İndi baxırıq, 64 olduğu üçün bura neçədir? Bura 27-dir. Bura olmalıdır 37v. 37v olmalıdır ki, ümumi olsun 64. İndi baxaq, bu hissələrin həcmləri cəmini verib. Yəni 26v-ni bizə verib 52. V də olacaq 2. V2. Bizdən də soruşur F4-ə uyğun, yəni 37v-ni soruşur. 37-ni də 2-yə vuranda nəticə olacaq neçə? 74. Yəni doğru cavab burada 74-ə bərabərdir. 25-ci sual. Deyir ki, tənliyini həll edin. Deməli, 2 üstü x vur loqaritm x-dən 8, çıx 3 vur 2 üstü x, çıx 2 loqaritm x-dən 8, plus 6. Baxın, x-sindən orta nədir? 2 üstü x. Çıxardan mütərizə xaricinə. Loqaritm x-dən 8, çıx 3. Burada ortaq 2-dir. Loqaritm x-dən 8, çıx 3. Bəbəd 0. Baxıram, ortaq nə var? Ortaq. Loqaritm x-dən 8, çıx 3. 2 üstü x, çıx 2. Bərabərdir 0. İndi tənlinin həllinə keçəmişdən əvvəl x-ə baxırıq. 2 üstü x-də problem yoxdur. Amma loqaritm x-dən 8 verib. Əsas 0 ilə 1 arasında olmalıdır. Ya da əsas 1-dən böyük olmalıdır. Yəni tapdığımız x bu şərtləri ödəməlidir. Hasil sıfırsa ən azı biri sıfırdır.
Yazırıq loqaritm x-dən 8 bərabərdir 3-ə. Bir də 2 üstü x bərabərdir 2-yə. Buradan x alınır 1. X1 bu şərti ödəmədiyi üçün yəni bu həll deyil. Deməli, burada alınır 8 bərabərdir x kubu. X ilə bərabərdir 2. X bu şərtlərdən birini ödədiyi üçün artıq həldir. Deməli, cavabımız burada 2-yə bərabərdir. 26-cı sual. Və sual belədir. Düzbucaqlı üçbucağın düz bucaq və iti bucaq təpəsindən keçən mərkəzi O nöqtəsində olan çevrə hipotenuzu 9.6 və 5.4 sm-lik iki hissəyə ayırır. Çevrənin radiusunu ala biləcəyi qiymətlərin cəmini tapın. Baxın, radiusun ala biləcəyi qiymətlər var. Burada konkret demir hansı hissə 9.6-dır, hansı hissə 5.4-dür. Ona görə radius 2-nə qiymət alacaq. Ona görə də deyir ki, radiusun ala biləcəyi qiymətlərin cəminidir, tapın. Deməli, bura 9.6, bura 5.4 desəm, birinci hal. Ya da üst tərəfdə yazın, 5.4. Bura deyirəm h. Biz bilirik ki, h kvadrat bərabərdir, toxunandır da bu. Kəsənin çöldəki hissəsi 9.6, vurulsun ümumi hissə. 9.6-nın üzərinə gəlməli 5.4-dür. 15. Vur 15. İndi 15-i də vurmalıyıq. 15-i vurmalıyıq 9.6-ya. Böyle 144. Deməli h bərabərdir 12. H tapdıq 12. 12. Burada 15'dir. 15. Burada radiusdur. Radius. Yazırıq. Radiusun kvadratı üstəgəl 12'nin kvadratı bərabərdir 15'in kvadratı. Üzr istəyirəm. Radius deyil, bu diametr. Yabır olduq. Deməli, bura diametrdir. Diametrin kvadratı üstəgəl 12'nin kvadratı bərabərdir 15'in kvadratı. Diametrin kvadratı bərabərdir neçə? 81. Diametr 9. Deməli, radius nədir? Radius olacaq 4.5. Bunu yazdıq. Bu birinci hal. İkinci hal ola bilsin ki, bura 5.4'dür. Bura 9.6'dır. Onda yazırıq h kvadrat bərabərdir 5.4 vurulsun 15'ə. Yəni ümumi hissəyə yenə. Toxunan düsturudur. Deməli 5.4'ü vurmalıyıq 15'ə. Bu da bərabərdir 81. H bərabərdir 9. H 9. H 9'da indi yazırıq. 9'un kvadratı üstəgəl d kvadrat bərabərdir 15'in kvadratı. D kvadrat bərabərdir 144'ə. D bərabərdir 12. Radius bərabərdir 6. Radiusun ala biləcəyi qiymətlərin cəmini soruşur. 6 ilə 4.5 toplayanda 10.5. Yəni doğru cavab burada 10.5'ə bərabərdir. 27. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Qrafiki 1 və 3-cü rüblərdən keçir. 1 və 3-cü rüblərdən keçir. Baxın, bu 2'ye aiddir. X müsbət olanda qrafiki 1 və 3-cü rüblərdən keçir. Biraz cümlə sanki anormaldır. 1 3-cü rüblərdən keçir, yoxsa 1 3-cü rüblərdədir qrafiki. Cümlə sanki biraz anormaldır. Cümlə sanki anormaldır. Yəni, burada cümlələri başa açmaq olmur. Bunların cümlələri həqiqətən çətin məsələdir. Deməli, ikinci funksiyanın qrafiki 1 və 3-cü rüblərdə yerləşir bu heç. Bu şəkildədir. Keçir deyəndə mən belə başa düşürəm. Bu şəkildə başa düşürəm. Heç mən deyil, düz xətt olsun. Və yaxud da belə də ola bilər. Nəysə, cümləni haf etdik. Deməli, qrafiki 1 3-cü rüblərdən keçir. Yəni 2'yə A variantı. Bütün ədəd oxununda azalan funksiyadır. Azalan funksiyadırsa bu 3'ə aiddir. Həmişə azalır. Mənfi x kubu. Təyin olan 0 müsbət sonsuzluq 1'ə aiddir. C variantı. 0,0 nöqtəsi funksiyasının qrafiki üzərində deyil. Baxın 2'ə aiddir. Təyin olunmayıb. 2'yə həm də D variantı uyğun gəlir. Nə tək, nə də cüt funksiyadır. Bu da 1'ə aiddir. Deməli 1C'yə 2A'dır, 3B. Bu şəkildə. Keçən növbəti 28.
Və sualın həllinə keçəmişdən əvvəl situasiya suallardır. Şərtini oxuyaq. 5 ədəd ağ, 3 ədəd boz, 2 ədəd qara dovşan saxlanılan yerin qarşısında düzbucaqlı şəklində sahanın üç tərəfi çəpərlənib. Dovşanlara hər gün əvvəlki gündən eyni miqdarda çox olmaqla yem verilir. 20 gün müddətində dovşanlara 135 kg yem verilmişdir. Çəpər üçün 40 metr dəmir tordan istifadə edilməklə ən böyük sahəyə malik düzbucaqlı alınmışdır. Düzbucağın tərəflərinin ölçülərini tapın. Baxın, burada həmin düzbucaqlını mən burada çəkəcəm. Düzbucağın özü yox, təqribən çəkəcəm burada. Olsun, o verilən düzbucaqlı. Bu kvadrata oxşadı. Baxın, bu şəkildədir. Sonra deyir ki, üst tərəfi çəpərlənib. Baxın, çəpərlənən hissələr bu hissələrdir. Baxın, bu hissədir, bir də digər hissədir. Bu üç tərəf çəpərlənib. Bu hissələr çəpərlənib və bura x deyirəm, burada x-dir. Burada x. Yəni, bu hissə çəpərlənməyib. Bu hissə çəpərlənməyib. Və 40 metr dəmir tor bunlara elə bir şey istifadə olunur. Bu hissəyə istifadə olunur. Deməli, burada nə olacaq? Bura olacaq 40-2x olacaq da. Ümumi olmalıdır 40 metr. Ümumi 40 metr olmalıdır. İndi düzbucağın sahəsi nədir? Eyni uzunluğun hasili. Yəni 40-2x vurulsun x-ə. Bu düzbucağın sahəsidir. Sahəsi. Bu da mənfi 2x kvadrat üstəlik 40x. Burada da mənfi 2-ni çıxardan mütərizə xaricinə x kvadrat çıx 20x. X var çıx 20x. Bunu da belə yazıram. Mənfi 2 vurulsun. Törəmə ilə yazmaq var. Törəməsiz yazıram. X kvadrat çıx 20x üstəgəl 100 üstəgəl 100 üstəgəl 100 çıxılsın 100. Bu da bərabərdir. Mənfi 2 vurulsun. Bu isə bizə nəyi verir? Tam kvadrat. X çıx onun kvadratı. X çıx onun kvadratı. Mənfi 2-ni də mənfi 100-ə vuranda müsbət 200. Deməli, baxın, sahanın maksimum qiyməti görünür burada 200-dür. Çünki buram getdikcə mənfiyə yaxınlaşır. Mənfiyə. Burası 0 olmalıdır ki, burası 0 olmalıdır. Maksimum 200 çıxsın. Deməli, buranın 0 olması üçün x 10-dur. X 10. Deməli, x 10-dursa, x 10-dursa, bura 10 olacaq. Burada olacaq 20. Deməli, ölçülər olacaq 10-un 20-yə. 10-un 20-yə. X 10 olduğu üçün 10-un 20-yə bərabərdir. Keçən növbəti suala. Növbəti sualımız 29-cu sual. Yemək zamanı bütün dovşanlar düz xətt boyunca qabın bir kənarına düzülürlər. Bu zaman eyni rəngli dovşanların yan-yana gəlməsi hadisəsinin ehtimalını tapın. Baxın, dovşanların sayı. Ağların sayı 5 ədəd. 5 ədəd ağ dovşan var. Boz dovşanların sayı 3-dür. Qara dovşanların sayı isə qaraların sayı isə 2-dir. Yəni, bütün düzülüşlərin sayı tapmaq üçün dovşanların ümumi sayı neçədir? Ümumi say 10-dur. Bunlar 10 faktorial qədər yer dəyişəcəklər. Bütün mümkün halların sayıdır. İndi bizə deyir ki, dovşanlar, eyni rəngli dovşanlar yanaşı olsun. Ona görə bunlara bir ədəd kimi baxacağım. Bir ədəd. Belə ki, birləşdirirəm. Bir toplam olacaq 3. Yəni, bəlkə hamısını birləşdirirəm də. Ağları bir yerə bağlayıram. Bozları bir yerə bağlayıram. Qaraları da bir yerə bağlayıram. Sonra onların yerləşmələrinin sayı olacaq 3 faktorial. İndi ağlar öz aralarında yer dəyişə bilərlər də. Olsun 5 faktorial. Bozlar da öz aralarında 3 faktorial. Qaralar da öz aralarında 2 faktorial. Bu olur, bizə verir əlverişli halların sayı. Bölsən bütün mümkün halların sayına 10 faktoriala mənə verəcək ehtimalı. İndi bunu hesablayaq. 3 faktorial 6. 5 faktorialı yerində saxlayıram. 3 faktorial 6, 2 faktorial da 2. 10 faktorialı yazıram. 10 vur 9, vur 8, vur 7, vur 5. Üzürsən, vur 6, vur 5 faktorial. 5 faktorial ixtisar gedir. 6'ların biri də getdi ixtisar. İndi, burada nəyə fikir veririk? 9 dəfə 8. 9 dəfə 8 nə verir? 72.
İndi 6, 2, 12. 12'dən 72 ixtisar gələcək. Bu şəkildə ixtisarlar gələcək. Buradan qalacaq 6. Və alınır sürətdə 1. Məxrəcdə alınır 420. Yəni ehtimal olacaq hadisənin ehtimalı 420-də 1. Növbəti və sonuncu sualımız. 11-ci gün verilən yemin miqdarı 7-ci gündə veriləndən 2 kiloqram çox olarsa, birinci gün nə qədər yem verildiyini hesablayın. Baxın, şərtdə deyirdi ki, burada deyir ki, 20 gün müddətində dovşanlara 135 kiloqram yem verilmişdir. Və hər gün də əvvəlki gündən eyni miqdarda çox. Yəni bu ədəd silsilədir də. İlk 20 həddin cəmini bizə verib 135. 135. Və bizə də deyir ki, 11-ci gün A11, 11-ci gün ilə yem miqdarı 7-ci gündən, yəni çıx A7. Bizə verib 2. 2. Yəni deyir ki, 11-ci gün verilən yemin miqdarı 7-ci gündə verilən yemin miqdarından 2 kiloqram çoxdur. Bunların fərqi 2-dir. Yəni 4D bərabərdir 2-yə. Yəni D bərabərdir 2-də 1. İlk 20 həddin cəmi nə deməkdir? İlk 20 həddin cəmi 2A1 19D böl 2 vur 20. Bərabər nəyə? 135'ə. Belə yaza bilərək də artıq. D-ni də bizə verib 2-də 1. D-ni də 2-də 1. Yəni D-ni də tapdıq 2-də 1. İndi burada ixtisar gələcək. Burada 1, burada 10. 2A1 üstəlik D 2-də 1'dir. 19D olacaq 9/10'da 5. 135'i 10'a böləndə 13/10'da 5. 2A1 bərabərdir. 13/10'da 5'dən 9/10'da 5 çıxacaq. 4. A1 də bərabərdir 2. Deməli, ilk gün 2 kiloqram yem verilib. Bizdən də soruşur ki, birinci gün nə qədər yem verildiyini tapın. İlk gün 2 kiloqramdır. Yəni doğru cavab burada 2'yə bərabərdir. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.